Ayta bu gün nə hazırlayacaq? Ayğılı bugün əsl ocaqda tava döyməsi hazırlamasını xidmətini çək izləyicilərə göstər. Birinci ətimizi kökdə belə yaxşısını döyürük quyruqla. Yarı quyruq, yarı ət. Ətimiz artıq hazırdır. 200 qramlıq döymə kababını vururuq şişə. Gəlib sordum eşəbəyi. Gəlib sordum eşəbəyi. Döymə kabablarımız artıq getdi manqala. Buyur gəldi yatdan düşdü. Buyur gəldi yatdan düşdü. Qardaş qurdum eşəbəyi. Tava döymənin əsas məsələsi pomidorun hazırlanması. Eşəbəyi, eşəbəyi, dərdin alım eşəbəyi, eşəbəyi. Pomidoru buruq yağına vururuq. Dərdin alım eşəbəyi. Ayğılı bu döymə kababımızı ləzzətli eləyən közdə və quyruq yağında olmasıdır. Çantasını attı dala. Çantasını attı dala. Ən birinci yeməklərimizdən ikincisi də budur. Müştərilərimizin sevdiyi. 10 dəqiqə bu vəziyyətdə qaldıqdan sonra döymə kabab pomidorun sokunu özünə çəkir, artıq servisə hazırdır.